Salam, biz sizinle bugün Şimali Amerika'nın relyefiyle tanış olacağıq. Şimali Amerika özü danışdığımız zaman həm materik, həm tava kimi bir anlayışdır. Tava kimi deyə bilərik ki, tava daha böyük anlayışdır. Şimali Amerika tavası özü həm materik, həm okean tipinə malik. Çünki demişik biz, materik tipli, həmçinin okean tipli böyük tavalardan biri ilə nədir? Şimali Amerika tavasıdır. Lakin Şimali Amerika materik olaraq tavadan daha kiçik anlayışdır. Və Şimali Amerika materiki Lavrasiya qurusuna aiddir. Həmçində biz də bilirik ki, Pangeya, Lavrasiya və Gondvanaya nə vaxt bölünüb? Əlbəttə ki, Paleozoyda Lavrasiya və Gondvanaya bölünübdür. Şimali Amerikanın ucqar nöqtələrini mütləq şəkildə bilməliyik. Şimali Amerikanın ucqar şimal nöqtəsi əlbəttə ki, Butiya yarımadasında yerləşir. Baxın, Butiya yarımadası buradadır. Baxın, bu hissədir. Və Butiya yarımadası Kanadaya məxsusdur. Orada Murchison burnu yerləşir. Bunların hər bir ölkəsindəki bilinməli və diqqətlə dinləyin. Kanadada yerləşir. Cənubda Mariato burnudur. Baxın, buradır. Mariato burnu Panamada yerləşir. Cənub istiqamətindədir. Qərbində yerləşəcəkdir. Uels şəhzadəsi aiddir ABŞ-a. Baxın, buradadır. Uels şəhzadəsi ABŞ-ındır. Lakin Saint Charles onun üzülü sayın. Qərb hissəsi buradır. Uels şəhzadəsi qərbindədir. Baxın, bu hissədədir. Şərqində isə Saint Charles burnu yerləşir. O da aiddir eyniliklə ABŞ-a. Burada bir xüsusiyyət var. Saint Charles dediyimiz zaman, yəni Labrador yarımadasında yerləşən ucqar şərq nöqtəsi olacaqdır Kanadada. Lakin qərb Uels şəhzadəsi olacaqdır ABŞ-da. Bunlar fərqli bir anlayışlardır. Yəni çaşbaş salmasın sizi. Mən sizə kod olaraq necə deyə bilərəm? Saint Charles, yəni şərq hissəsi daha çox Britaniya istiqamətində olduğu üçün onu uyğunlaşdıra bilərsiniz o Charles isminə görə. Britaniyanın kralının adıdır. Amma qərbi Uels şəhzadəsi burnu elə qərbindədir. Elə bu cürdə yadda saxlayın. Ümumilikdə burada dağlar iki yerə bölünəcək. Biz bunu cavan və yaşlı dağlara, cavan dağlar Kordilyer dağlarıdır. Qədim isə Appalaç, Appalaç qədim dağdır. Appalaç dağları Paleozoy yaşlıdır. Appalaçın ən hündür zirvəsi, özümüz də bilirik ki, bu dağlarda daş kömür çıxarılır və Appalaç dağları özü qədim dağlardır. Həmçinin də Appalaç dağları Atlantik okean sahillərinə yaxın yerləşdiyi üçün burada yağıntının miqdarı da sahilə doğru artacaqdır. Kordilyer dağlarına baxdığımız zaman iki yerə böləcəyik onları. Sahil və qayalı hissə. Baxın, sahil hissə ilə okeana, sakit okeana yaxın hissəsidir. Qayalı hissə isə daha çox dağlıq hissədir. Və yadda saxlayın, sahil hissə Yaşnikanaldır. Olacaq nə? Sahil hissə olacaqdır burada Kaynazoy. Amma qayalı hissə Mezozoydur. Yadda saxlayın, Kordilyer dağlarında həm Kaynazoy, həm Mezozoy var. Burada Böyük Hövzəni görür. Böyük Hövzə bir yayladır və Böyük Hövzə yaylası Yaşnikanaldır. Baxın, sahil dağlar, Böyük Hövzə, sonra qayalı dağlar. Yəni birləşik deyil bunlar. Bunlar mütləq arasında bir Böyük Hövzə var. Yadda saxlayın bunu. Yukon yaylası var. Yukon yaylası özü də Yaşnikanalda yerləşir. Baxın, bunlara diqqət yetirin. Burada Alyaska yarımada. Alyaska yarımadası ABŞ-a aiddir. Bax, Kanadaya verməyin. ABŞ-ın da Alyaska yarımadası da. Ən çökək yeri ölüm dərəsidir. -86 metrdir. Kordilyerin zirvəsi McKinley ikinci adı Denalidir. 6194 metrdir. Yəni, bunlar vacibdir. Kordilyerin mən dedim, yenə də diqqətlə qulaq asaq. Qərbi Kordilyer sahil sıra dağlarıdır. Burada Kaskad var. Sierra Madre, Kordilyerin qərbi daha cavandır. Sakit odlu qövsünə aiddir. Şərqi Kordilyer qayalı dağlardır. Kordilyer dağlarının mərkəz hissəsində platolar var, yaylalar var. Böyük Hövzə, Meksika, Colorado və Kolumbiya. Baxın, Colorado, Kolumbiya platoları, Meksika yaylası hamısı nəyə aiddir? Baxın, bu Kordilyerin, yəni dağının mərkəzi hissəsinə aiddir. Burada vulkanlar da var. Rainier və Shasta vulkanlarından söhbət gedəcək, ötürəsiz ABŞ-a. ABŞ-a aiddir. Amma Meksikada, mən Kop sözü demişdim, Colima, Orosiba və Popocatépetl vulkanlar. Bunlar aiddir hara? Meksikaya. Həmçinin burada Guatemala'da, Nikaragua'da bir çox vulkanlar var. İrazu vulkanı, Taxamulco, Mamatomba vulkanı. Bunlar hər biri aiddir. O, Amerikada materikdə olan kiçik dövlətlərdə yerləşən vulkanlardır və bunlar özləri də Yaşnikanalda yerləşir. Mütləq bilinməlidir bunların hər biri. Appalaçı yenə deyirəm, Mitchell zirvəsi və Appalaç dağları daş kömürə görə müəzzəm bir, belə deyək ki, yerdir. Orada böyük göllər ətrafında, baxın, burada böyük göllər var. Dəmir filizi çıxarılır.
qalxanlar, sipərlər var. Labrador yarımadasında Labrador qalxanı var. Dəmir frizi çıxarılır. Bunları yaddan çıxarmayın. Mütləq şəkildə bilinməlidir. Bir də sizə sual düşə bilər ki, mərkəzi düzənliklər yadda saxlayın. Mərkəzi düzənliklər ABŞ-dadır, amma mərkəzi ovalıq olacaqdır Avstraliyada. Meksika sahili ovalıq var, qədimdir. Meksika yanı ovalıq da qədimdir. Atlantik yanı ovalıq da var burada. Qədim ərazilərdir bunlar. Hudson sahili burada. Hudson körfəzi var uşaqlar. Bura Hudson sahili ovalıqdır. Böyük düzənliklər amma olacaq Giyasin kanalı. Yadda saxlayın. Böyük düzənliklər Giyasin kanaldır, amma mərkəzi düzənliklər platformadır. Ümumilikdə bu qədərdir. Şimali Amerika özü materik olaraq geniş bir ərazini əhatə edir və burada 3 ölkə var. Şimalında Kanadadır, mərkəzi ABŞ-dır. Alt hissə Meksikadır. Yəni inkişaf səviyyəsinə görə yüksək ölkələrdir. Lap altda Panama, Nikaragua, Honduras, Gvatemala, bu kimi ölkələr yerləşir. El Salvador həmçinin bu ölkələrin inkişafına görə orta səviyyəli və zəif səviyyəli ölkələrdir. Amma biz materikin relyefini öyrəndiyimiz üçün bunlardan daha çox relyefə fikir vermək lazımdır. Yenə deyirəm, materik kimi öyrəndiyimiz zaman mütləq şəkildə dağların yerinə kimi öyrətdiyim kimi sahil hardadır, qayalı hardadır, bunları bilmək lazımdır. Baxın burada qərbi və şərqi Sierra Madre var, yadda saxlayın. Sierra Madre bu hissədədir. Qərbi Sierra Madre buradadır, şərqi buradadır Sierra Madre. Bir də Sierra Nevada var. Sierra Nevada təqribən bura düşəcəkdir. Böyük hövzə tərəfə. Yəni bunlar atlası daha yaxşı verilibdir. Onlara diqqət yetirmək lazımdır. Bura qədər bilməyimiz kifayətdir. Amerika haqqında vacib məlumatlarımız bunlardır. Relyeflə bağlı diqqətlə oxuyaq və testdə diqqətlə baxaq ki, hansı suallar və xəritənin nələrin yer olduğu daha aydın başa düşülsün.